Salamlar. Bura bizim yaşadığımız məhəllədir. Bu Varatadır. Biz öyrəşmişik 2 metrə, 3 metrə görək çəpəri Varatanı. Bu belə Varatadır. Bu da Avropada həyətlərdir belə. Biz gedirik gəzməyə. Bu həftədə 2-3 dəfə olur bizdə. Belə götürürük evdən yeməkləri. Bu maşın 7 nəfərli idi. Fransanın Citroen Grand Picasso'sudur. Sürətlər qutusu həm mexanika, həm robotdur. Həm avtomat, həm mexanikadır. 1.6 dizel 92 at gücü. 2017-ci ilindir. Dostlar, bu şəkildə bizdə Avropada hər uşağın özünün belə oturacağı var. Bu adamdır, adam. Bu oturacaqlar olmasa böyük cəzalar yazırlar. Deməli dostlar, bu sürət qutusudur, avtomat. Bu da mexanikadır, burada olan. Biz dostlar indi uşaqları məktəbdən götürməyə gedirik. Oradan da parka gedəcəyik. Sizə göstərmək istədik. Maşın da bu qaydada 4 litr şəhərin içində. 3 litr, 3 litr 200 trasta yeyir. Burada biz dizeli baxın 20.500 var hələ dəyişməyimə yağı. Hər 25.000-dən bir dəyişirik yağı. Belə aktual problemlərdən biri bizim vətənimizdə. Maşına 2 şey lazımdır dostlar. Onun biri təmiz yağdır, bir də təmiz yanacaq. Başqa heç nə. Maşının ömrü uzun. 270.000 sürmüşəm. Hələ də bu maşının nə məndən öncə, nə mən motoruna əl dəyilməyib, heç remen qreyimə dəyişilməyib. Yəni ki, yollar təmiz, benzin, dizel təmiz və təmiz yağ. Bunlardan çox şey asılıdır. Deməli dostlar, bizdə sürət 30-dur, orada görünür şəhərin içində. Və bu demək olar ki, 30-la sürəndə heç yemir. Biraz qaz verəndə qalxdı 3 litrə, 5 litrə, 0.7. 30-la sürəndə bu maşın demək olar ki, yemir. Buna axırıncı dəfə bir ay bundan qabaq dizel vurmuşam, bir yarım bak. Hələ də gedir. Deməli dostlar, belə bir 7 nəfərlik avtomobildir. Adam, nə olub adam? Sequasa adam, what's wrong adam? Belə dostlar, bu da uşaqların oturacaqları. Bunsuz burada mümkün deyil. Yəni saxlayıb sürücülük vəsiqəsini almağa qədər bunlar yəni cəza kəsirlər adama, cərimə edirlər. Bu məktəbdir, məktəbdən uşaqları götürüb biz parka gedəcəyik yeməyə. Və əsas məsələ yemək deyil, sadəcə uşaqların yaxşı vaxt keçirməyidir. Deməli dostlar, bu gələn səs məktəb zəngidir. Oradakı valideyn də uşağı ilə dalıcan gəlib məktəbdən almağa. Sizin üçün biraz məktəblə bağlı buradakı sistemlə danışmaq istəyirəm. Deməli dostlar, burada 3 yaşından məktəb məcburidir. Əgər uşaq 3 yaşında məktəbə getmirsə, o valideynlərə öncə pul cəzası, sonra həbs cəzası verilir. Deməli dostlar, bu Ofeliya ilə Nurəddindir. Gəldilər uşaqlar. Məktəbə burada necə istəyirsən, elə də giyinirsən. Tamam, oturun başına, hadi gedəlim. Ekip tamamlandı. Belə dostlar, uşaqlar saat 8:30-dan başlayırlar dərsə. 16:25-ə qədər artıq bu cəmiyyət insanları, uşaqları gələcəyin bir kadrı kimi yetişdirir. Sanki böyük adam kimi saat 8-də iş başlayır, axşam 16-17-yə qədər. Uşaqlar məktəbdə yatırlar. Bu bizdəki kimi birinci smen günortaya qədər, sonra ikinci smen, belə şey yoxdur. Çox nadir hallarda olur. Əsas da bu nəyi önləyir? Bir çox şeyləri önləyir əslində. Uşaqlar günortaya qədər öyrəndiklərini günortadan sonra daha da təkrarlayıb təkmilləşdirirlər.
Burada uşaqlar bir gün məktəbdən qalanda evdə problem yaşanır. Uşaqlar məktəbdən qalmaq istəmir. Məktəb çox maraqlıdır. Burada əsasda dərs sistemi oyunlarla, müxtəlif proqramlarla öyrədilir uşaqlara. Bu qədər dostlar. Yavaş-yavaş sizə çəkib göstərəcəm Avropadakı olanları, Avropada necə yaşayır insanlar. Məsləhətim sizə, mən başa düşürəm, elə insanlar var ki, biraz maddiyyəti aşağıdır, borcu, xərci, əsəb, stres. Amma dostlar, uşaqlar uşaqlıqlarını eləməlidirlər. Nəyin bahasına olursa olsun, onları sadəcə bir evdə xəmir qızardıb, praşki da olsa, sandviç də düzəldib, uşaqları binalara, betonlara həbs etməyin. Çöldə daha çox gəzdirin, əsas da yay aylarında ehtiyatlı olub, günəş enerjisi, vitamin D qəbul eləyin uşaqlarla bərabər. Parklarda, fontanlarda uşaqları məktəbdən sonra da aparıb gəzdirin. Bu uşaqların sağlam inkişafında böyük rol oynayır və uşaqlar bizim gələcəyimizdir, bunu da unutmayaq. Bu şəkildə dostlar oturdular, ekip. Hazırsınız dostlar? Hadi gedək o zaman. Baxın da belə hərəsinin öz sidenlisi. Oturacağı, yəni uşaq oturacağı. Dostlar, biz yola çıxırıq artıq. Mən bir şeydə nəzərinizə çatdırmaq istəyirəm ki, burada hazırlıqlarla müəllim yanına getmək, bu, belə şeylər qəti yoxdur. Uşaqların müəllim yanına gedib universitetə girməyin hazırlığı nəzərdə tuturam. Deməli dostlar, bu avtomobil Polşadan gəlir. Avropada bildiyiniz kimi sərhəd olmadığına görə kim arasır, orada gedir, bez problem. Belə dostlar, buradan Polşadakı həm yerlilərimizə də salamlar. Bu da UK-dir, İngiltərədən gəlir. Bunun %100 vurulu sağdadır, direksiyonu sağdadır. Bəli, UK yəni United Kingdom, Böyük Britaniya. Belə dostlar. Dostlar, qaldığımız yerdən davam edirik. Gəldik belə bir parka. Bu deməkdir ki, ehtiyatlı olun, vəhşi donuzlar var. Hardadır gəldi, kebab çəkmək olmaz. Dövlətin özünün yeri var. Deməli dostlar, bu parkın tualetidir. Üzr istəyirəm. Pulsuz. Pul vermirsən. İçində də adam oturub xadimə təmizləyir, baxır. Belə. Bura zooparkda da gəliblər dənləri yeməyə. Dənlə quşlar yeməli idi. Deməli dostlar, belə yaradılmış yerlər var. Üzüm, kivi. Burada da təmiz oturacaqlar. Gəl otur. İstirahəti elə, rahat, təmiz, sakit. Biz hal-hazırda Fransanın Strasburg şəhərindəyik. O tərəf isə Almaniyanın Kel şəhəridir. Rəddin! Belə insanlar keçirlər, gəlirlər, rahat. Nə yoxlanış var, nə bir şey. Deməli dostlar, baxın park necə gözəl, təmiz, yəni vaxtı-vaxtında qırxırlar. Deməli dostlar, siz bu mostun Fransaya tərəf düşənini gördünüz. O tərəfdə Almaniyadır, bax. Mən sizə daha ətraflı göstərəcəm birazdan. Baxın, bax, insanlar belə istirahət edir, kebab edir ailələri ilə. Uşaqlarınızı çox bayıra çıxardın. Hava alsınlar, təmiz hava. Biz də belə bir yerdə məskunlaşdıq, qəşəng. Adam bu qaydada yatır. Təmiz hava, Ren çayının kənarıdır bura. Fransanı Almaniyadan ayıran bizim tərəfdən Ren çayı var. Bir Kür çayı kimi enli bir çaydır. Deməli belə dostlar, uşaqlar oynayırlar özləri üçün. Başları qarışır. Təmiz hava, vitamin D. Uşaqların sümüklərin, dişlərin inkişafına daha çox yeməkdənsə bax belə bir mühit uşaqların sağlam böyüməyinə daha çox kömək olur.
Tut. Dostlar, o irəlidə görünən ağac qırmızı alçadır. Bəli dostlar, biz burada özümüzə yer saldıq və belə davam edirik. Mən sizə indi Fransa ilə Almaniyanın arasındakı məsafəni və körpünü daha dəqiq göstərəcəm. İnsanlar istirahət edir. Devlətin qoyduğu manqallar. Bələdiyyənin işçilərin maşınlarına baxın dostlar. İş gedir hal-hazırda. Bu bələdiyyənin işçiləri. Normalda burada avtomobil parkovka eləmək olmaz. Bu da dövlətin yenə də düzəltdiyi manqallardır. Bu park pulsuzdur, giriş istənilmir heç bir kəsdən. Gəl otur, nə qədər istirahət edirsən elə. Bu Fransa tərəfdir. O bir tərəf artıq görüldüyünüz kimi Almaniyadır. İnsanlar velosipedlə yeriyə keçirlər. Deməli dostlar, daha dəqiq göstərsək, Fransa, most davam edir və Almaniya. O biri tərəfdə görünən evlər artıq Almaniyadır. Belə rahat insanlar velosipedlə keçir, yeriyə keçirlər. Nədir o Nurəddin? Baxın. Ördəklərin mamasıdır. Ördəklərin mamasıdır. Gidim o filan çağırım göstərmək. Baklandır bu, baklan. Deməli dostlar, bu park uçsuz bucaqsızdır. Çox böyükdür gerçəkdən. Gedir bir tərəfi, bəlkə bir 200 kilometr, 5 kilometr belə park davam edir. Sırf insanların yaşaması üçün, istirahət eləməsi üçün çox önəmli rol oynayır belə bir parklar. Bu söylədiyim kimi bələdiyyənin işçilərindir. Bələdiyyə yəni JEK də JEK. O yolları süpürürlər, yolları təmizləyirlər. Bu onların arabalarıdır. Təkrar edirəm, qeyd etdiyim kimi, bu normalda burada avtomobil saxlamaq olmaz. Avtomobili bayırda özün belə gəlirsən. Bu da bələdiyyənin JEK-in işçiləri tikirlər, sökürlər. Nəysə yeni proyekt var insanlar üçün. Belə uşaqlar qaçsınlar, yorulsunlar. Günləri, hər keçən günün qədrini bilmək lazımdır. Mənim bir Kitay iş yoldaşım var. Anası Kitaydır, atası Yapon. Deyir ki, hər günün, hər dəqiqənin qədrini bilib, sanki son dəqiqə kimi yaşamaq lazımdır. Kitayların, Yaponların da özə... Dur! Hipotezi var. Burada da oturub insanlar. Belə dostlar, burada yekunlaşdırıram. İmkan olduqca sizə çəkib göstərəcəm maraqlı videolarda. Özünüzə əmanət olun. Allah'a əmanət olun.